Salam qızlar. Hər vaxtınız uğurlu olsun. Necəsiniz qızlar? Yəqin ki, yaxşı olarsınız inşallah. Allahın izni ilə. Bugün blokumu belə açdım qızlar. Dedim sizlərlə biraz söhbət edeyim. İnşallah yaxşı deyilsinizsə, yaxşı olarsınız qızlar. Bu gözəl gülləri də bizə gətiriblər. Çox sağ olsunlar. Amma 8 Mart bayramı münasibəti ilə deyil. Ramazan bayramının girişi ilə, gəlişi ilə də qızlar. Qızlar, bir az xəstələnmişdim. Gəldim ki, bu lalələrin, tulpan, başqa rənglərdə vardı, qırmızı rənglərdə vardı. Gəldim ki, ləçəkləri tökülüb. Tez özüm üçün bir butulka kəsdim. Bunlar üçün daha doğrusu güllər üçün butulka kəsdim qızlar. İçinə pesok əlavə elədim, qoydum suya. Bu il yarımdır qızlar. Deyək ki, ya 2 ildir, ya il yarımdır. Da bilmirəm, avokadodur. Gətirəcək, gətirməyəcək. Fikrim var bu yayı qızlar əkəm bunu podiyezin qabağında. Bir balaca da görüm əmələ gəlməsə əkəcəm podiyezin qabağında. Özüm xoşlayıram. Qonşularım çox qəşəng gül çiçək əkir. Podiyezə üzü içəriyə sarı. Verəcəm ya özüm əkəcəm onlardan əmələ gəlsin. Nəsə qızlar, bir neçə video çəkdim, alınmadı, çox tələsdim. Bunları qızlar podkarmı vermişəm. Dedim bir dənə də video çəkim. Sakit, sərbəst belə bir video çəkim. Qızlar bax, bu roza üçündür. Yəni bütün güllərə vurmaq olar. Podkormdur. Diblərinə səpirsən, ya suya 1 litr suya 10 qram, 15 qram vurursan, diblərinə çəkir, tökürsən. Bu butonları çoxaldır. Gülü çiçəyi çoxaldır qızlar üstündə. Elə bir ki, düyməciklər lap çoxalır. Bundan da eləmişəm qızlar. Bir 20 dəqiqə bundan qabaq. Bu birisi podkorumu da eləmişəm. Bunu da suya vurub qızlar. Yenə diblərinə vurursan. Bunu hər bir meyvələrə, yəni hər bir şeyə vurmaq olur. Bütün gülə, çiçəyə, meyvələrə, ovişlərə, hər bir şeylərdə qızlar bunu istifadə etmək olur. Sağlam və gözəl qızlar. Bu da egzotik meyvədir qızlar. Bunu özüm yemişəm. Bizim uşaqlar xoşlayırlar, aldılar, gətirirlər. Mən də yedim. Bismillahirrahmanirrahim adı ilə qızlar, Allahın varlığına qurban. Bastırdım, bitifdi. İndi bunlar aloe vera deyil qızlar. Birinci mən özüm də şokda qaldım ki, nə qədər aloe vera çıxdı, bu hardandı? Sonradan fikirləşdim ki, qızlar, bunun inşallah indi bugün yəqin ki, montaj eləyəndə meyvəsini çəkib qoyacağım üstündən. Görərsiniz, baxarsınız. Bax, bu da qızlar, apensilini də özüm yeyib əkmişəm. Çox qəşəng, yaxşı apensilinlər, mandarinlər yeyəndə baxırsan ki, qəşəng dadı tam var, əkirəm, bitir. Ancaq sonra mən çıxıb Azərbaycana qızlara olur ki, yayda gedirəm. Olur ki, yoldaşım sırası götürür, daha bilmirəm, nə eləyir, kimə verir, nətər eləyir. Bax, bu avokado kimi olurlar. Gəlirəm ki, yoxdur. Nəsə də qızlar, ən xoşuma gəldiyim, bax, bu güldür. Çox qəşəng gül çiçək verir. Çox qəşəngdir, rəngi də qırmızıdır. Qızlar, siz də alın, prob eləyin, gülləriniz qəşəng əmələ gəlsin. Qızlar,
Əgər baxıb mənim kanalıma baxıb hələ də abunə olmamışsa, abunə olsanız çox şad olaram. Və rəylərdə yazmağı unutmayın qızlar. Təşəkkür edirəm baxdığınız üçün. Göz haqqınızı halal eləyin qızlar. Və gözəl bacılar, Allah canınıza, görən gözlərinizə həmişə nur versin. Nurlu olsun həmişə. İşıqlı olsun gözləriniz, gözəl bacılarım. Təşəkkür edirəm hər şey üçün. Qızlar, rəylərdə yazmağı mənə unutmayın. Kim hansı şəhərdən yazır, qızlar, mənə yazın. Şad olaram. Təşəkkür edirəm hər şey üçün qızlar. Belə də qızlar, hələ burada qardır. Soyuqdur. Bir balaca qar əriyir, bir də yağır. Səhər durursan ki, yer ağappaqdır. Düzdür, mart ayıdır. Nə qalıb martın çıxmağına qızlar? İstəyirsən ki, baxırsan ki, Azərbaycanda alça çiçəkləyib, hamı qol gödək gəzir. Adam istəyir ki, bizdə burada da yay tez gəlsin. Nəsə də qızlar, samıqlavını, can sağlığıdır. Allah hamının canını, hər kəsin, kim baxır mənim videoma, hər kəsin canını sağ eləsin. Görən, yenə deyirəm qızlar, görən gözləriniz var olsun. Təşəkkür edirəm hər şey üçün. Sağ olun qızlar, Allaha əmanət qalın. Gələn vlogumda, videolarımda görüşmək üzrə. Təşəkkür edirəm qızlar.